Herkese salam, kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz. Sefalar getirmişsiniz. Necəsiz kızlar? İnşallah ki herkes yaxşıdır. Gözəl bir gün diləyirəm hər biriniz üçün. Uzun zamandır yenə yoxam. Bu da səbəb az izlənir videolar. Bilmirəm nə üçün. Bir izləyicim yazmışdı ki, burada bəlkə onun mesajını etiketləyərəm, buraya əlavə eləyərəm. Bir izləyicim yazmışdı ki, xeyr Ülviyə xanım davam eləyin. Ola bilər indi uşaqların imtahan ərəfəsidir, hər kəsin başı qarışıqdır. Zaten bizi izləyən əksəriyyət evdar xanımlardır, uşaqlı xanımlardır. Biz sevərək izləyirik falan, belə mesaj gəldi mənə. Və darıxıram yazmışdı, yəni izləmək üçün, vlogları izləmək istəyirəm. Ona görə əslində çəkdiyim videolar var, amma paylaşmaq gəlmirdi içimdən. Çünki insanın əziyyətin, zəhmətin qarşılığını görməyəndə o işi görmək istəmir. Ondan sonra deyirəm, yəni vaxtımı, zamanımı, nə bilim, ibadətə, başqa işlərə ayırıram. Zaten məni buradan izləyən, özəldə də izləyən izləyicilərim var, qızlar var. Buradan səslərini çıxartsalar xoş olar. WhatsApp'dan məni izləyən qızlar var. Yəni nömrəm vermişəm onlara. Onlar bilirlər mən gündəlik həyatımı daha çox Allaha həsr edirəm. Daha çox zamanımı başqa cür xərcləyirəm. Nə yalan deyim, video çəkmək də çox ağlıma gəlmir əslində. Tez-tez işlərimi görüb başqa şeylərə adaptasiya olmaq istəyirəm. Başqa işlər görməklə məşğulam. Ona görə də biraz zaman ayıra bilmirəm vlog çəkməyə. Amma xanım yazmışdı belə və mən də dedim ki, niyə çəkməyim, yəni düşündüm ki, əgər belə yazırsa xanım, bu işdə də bir hikmət var, yəni çəkim qoy, heç nə olmaz. Belə, əlbəttə hər kəsin əziyyətinin bir gün bəhrəsini gördüyü günlər olacaq. Və indi də kimin qarşısına bu video çıxıbsa, kim birinci dəfədə izləyirsə kanalımı, bir abunə olsanız və bəyənsəniz videolarımı çox şad olaram. Belə qızlar, durmuşuq həmişə kimi, analar neyinir, uşağa birinci yedirdir. İndi Ömərə qəşəng bir yumurta pişirəcəm, yumurta hazırlayacağım. İstəyirəm, heç nə eləməmişəm hələ, heç. Yerini belə yığmamışam Ömərin. Dedim ki, oyalanmayayım. Uşağın birinci yemeğiydi, onu eləyim. Verim, sonra yataqları olsa dəyişəcəm. Ona görə qaldı 7 saata yanır. Belə yumurtasını bırak. İstəyirəm çıxardım, uşağı həyətdə yedirdim yeməyini falan. Bir də sizə nə almışam, onları da göstərərəm bugün. Dünən tədbirdəydik. Orada hədiyyə bir bacım verdi mənə, onu da göstərərəm. Böyle qəşəng yumurtası pişsin. Verirəm, oturup maşınında gözü yol çəkir. Necəsən oğlum? Yuxuldu hələ. Qəşəng hava var. Dedim nə qədər ki tam həyata gün düşməyib, belə oturaq kölgədə biraz həm uşaq hava alsın, həm də zavtrıqını eləsin. Belə hələ Ömərin yatağını falan sərgiyə sala bilməmişəm. Çünki ac idi uşaq, həm də həyata düşmək istəyirdi. Dedim heç olmaz, qoy bunu birinci yer bir eləyim. Sonra yeri falan da yığaram. Tez olsun da. Belə. Kızlar geldim, istəyirəm yemək pişirim, yavaş-yavaş günorta yeməyini. Demək, yarpaq dolması eləyəcəm. Buzluqda yarpağım var idi. Mən belə dərirəm qəşəng həyətdən, saplaqlarını təmizləyirəm, üst-üstə yığıram, qoyuram bir pingvinlərə. Və bu mənə qış boyu heç bir yəni ki problem yaratmadan çox da qəşəng qalır. Baxın belə qızlar. Görürsünüz necə qəşəng qalıb yarpaqlarım. Qışdan bu yana qəşəng pingvinlərə doldururam, təmizləyirəm, qoyuram. Heç bir şey də olmur. Siz də eləyin. Xüsusən iş xanımları. Belə. Qəşəng yumurtasını pişsin. Sonra da yumurtanı da qıracağım. 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 Sonra da yumurtanı da
Vaxt olmur banka balanla əlləşib vuruşmağa. İndi bu bir hissəni də qoydum. Belə. Qızlar, qəşəng təmizlədim hər yanı. Qab-qaşığımı yudum, tazikimi yudum. Buna baxın pəncərə. Görün necə ləkə oldu. Yağış yağır yenə. Ömər gedib mənim ağıllı bala. Mənə jaket gətirib deyib geyin. Uşaq beni sevib ki, sərindir də hava. Neysə, burada qəşəng yarpağı pişirdim. Qaza fikir verməyim, bir də qaz silməmişəm. Qoy dolmanı pişirim, sonra siləcəm. İçliyi də hazırladım. İçliyi necə hazırladım? Yaxından çəkmirəm özüm ki, bilməyəsiniz necə hazırlamışam. Onu shorts kimi çəkib, inşallah ki, bölüşəcəm. Orada inşallah rəylərdə görüşərik. Bölüşərik ki, kim necə hazırlayır dolmanı. Biz ümumiyyətlə Bakı olduğumuza görə Bakı üsulu normal olaraq hazırlayırıq. Amma bu dəfə biraz fərqli hazırladım. İnşallah ki, rəylərdə orada görüşərik. Shorts bölməsində başqa cür çəkiliş edib, onda orada görüşəcəm sizlə. Belə, mən gedim indi oğlumu yatırdım. Gəlim sonra sizlə bərabər dolmaları bükək. Gəldim qızlar, başladım. Mən düşbərək kimi öncə belə açıram tüm yarpaqları. Sonra başlayıram belə bir-bir bükməyə. Mən yavaş-yavaş büküm, bitirim. Hazır vəziyyətin sizinlə bölüşəcəm. Gəldim, qabı götürdüm üzərindən. Bir dənə dolmadan yedim. Bir dənə dolmadan yedim. Baxdım dadına əladır, superdir. İnşallah ki, shorts bölməsində reseptli şəkildə bölüşəcəm. İzləyərsiniz. Belə bol yorumlar yazarsınız inşallah. Mən indi demək gedim qəşəng salat hazırlayım. Qəşəng salat hazırlayım. Ondan sonra bunu da qabağa dolurum, aparım süfrəyə. Demək qızlar, çox dadlıdır, çox ləzzətlidir. Dadına baxdım, turş məzəm. Öz haqqınızı halal edin, bizə də nuş olsun. Gidib hamının yeməyini verim, gəlim yenə neynəsəm çəkərim. Bu arada 2 ara bir dərə qəşəng alma piroqu da pişirdim. Bu da mənim alma piroqum. Bunu da shorts bölməsinə paylaşacağım. Oradan reseptini götürərsiniz. Diqqətlə səhifəmi izləyin əzizlərim. Bir də görürsünüz ki, videonun içində dediyim sözlər mənə bir sual verir qızlar. Çox xahiş edirəm videonu izləyərkən bir qabağa çevirə-çevirə izləməyin. Çünki bu mənim kanalıma çox ziyandır. Yəni mənim elə bir ki, zəhmətimi vurursunuz yerə. İkinci məsələ də ki, saxlayıb sonra baxmayın. Ya vaxtınız yoxdursa sonra baxın və qoşub, yəni saxlaya-saxlaya baxmayın və qabağa çevirə-çevirə baxmayın. Və tam izləmədən çox rica edirəm, sual verməyəsiniz. Tam qəşəng izləyin axıra qədər. Ondan sonra nəysə qaranlıq qalanda sual verin. Bəzən olur ki, məsələn, nəysə paylaşıram. Orada elə qəşəng izahat verirəm nəyəsə də. Görürəm ki, yenə eyni sual verir xanımlar. Başa düşürəm ki, heç baxmayın. Prosto da elə belə baxır videoya. Belə deyim ki, yazı ilə paylaşıram. Səsim gəlmir. Nəsə iş görürlər, nəzərdən qaçır. O da deyil. Bu qədər danışıram. Belə qızlar. Ona görə inşallah ki, bu resepti də shorts bölməsinə paylaşacağım. Qəşəng çay süzüm. İstəyirəm bu servizin dəsti ilə bugün servis edeyim. Qəşəng. Ev əhlinə. Bunu anam verib mənə pay. Onun cəhizliyi idi. Bacım yaxın yaşasaydı ona da verərdi əlbəttə ki. Sadəcə mən indi buradayam deyə o müəyyən əşyalar var ki, onları öz evində stenkaları ayırandan sonra, yəni ki, evdə ləğv edəndən sonra stenkanı müəyyən qabları ehtiyac sahiblərinə payladıq. Amma bəzi qablar var ki, xatirəsi var nənəmlə. Ona görə də onları saxladı və mənə verdi ki, sənin mətbəxində yeri var, qalsın və ən azından istifadə edərik. Belə qəşəng çay süzdüm, qızlar, çay dəmlədim qəşəng. Aparım yavaş-yavaş. Deməyə qızlar, gəldim, çıxdım, nəhayət ki, aldıqlarımı göstərmək istəyirəm. O gün bir tədbirə getmişdim. Görmüşsünüz siz, mən yadıma gəlir ki, shortsda bölüşmüşdüm. Bu tədbir nə tədbirdir? İnşallah növbəti vloglarda bu ay yenə bir tədbirimiz olacaq. Ora gedəndə o vlogun içində açıqlama verəcəm. O tədbirdə nə etdik çoxsu başa düşməyib. Nə, yəni ki, mahiyyəti nədir yığışmağımızın xanımlarla inşallah bölüşəcəm. O tədbir üçün almışdım bu əbamı. Demək, içlik donu var ağ rəngdə. Madre Collection Aysel bacımdan bu arada almışam. Sağ olsun, endirimlər də edir mənim üçün. Belə içlik don.
Ağ rəngdə qısa qol belə içlik don var. Görsünüz nə boydadır. Mən də belə üstümdə göstərim. Çox sevə bilir ki, mən kökəm. Görün, baxın, bu qədər enli geyinirəm mən. Bu qədər enli geyinirəm. Çünki kamil hicab belə olmalıdır. Yəni bir fikir verin. Mən onu giyinsəm, belə geyinməliyəm. Bir bu qədər. İki elə bir ki, bura ikinci rüyə də girər. Mən belə geyinirəm. Belə daha rahat oluram. Bir örpəyi var, çox gözəl. Bunu ütüləmək lazım. Bunu heç istifadə eləməmişəm də, heç ütüləməmişəm də. Bir çox gözəl, belə pəmbə rəngdə hicabı da var, yəni yaylıq da var. Sonra və əbası çox gözəldir qızlar. Əbası da, baxın, belə bir qol detalı var. Gül çiçəkli. Burada kamerada tam hələ rəng bilinmir, amma pəmbə rəngdir. Belə həmən gül kombinimiz ağ və yaxud da pəmbə idi. Mən də belə giymişdim. İçlik ton ağ, belə pəmbə güllər, gül detallı belə. Çox gözəldir. Əl işin hamısı. Sağ olsun yoldaşım. Aldı, hədiyyə elədi mənə. Sonra və bu əbanı da Leyla bacım hədiyyə verdi. Sağ olsun, hicabla bir yerdə. Bir belə mavi hicabdı üstündə. Bir dənə də bənövşəyi fason belə tonlarda olan başqa bir hicabdı da oradadır. Tapsam göstərirəm sizə. Baxın, çox gözəl bir qol detalı var. Elə qrupumuzdan olan bir xanımın əl işidir. Bu arada bu geyim tikilib, yəni Dubaydan falan gəlməyib. Burada tikilib. Bu arada soruşacaqsınız ki, Leyla bacı kimdir? Leyla bacı bizim qadınlar qrupunun sədridir, yəni böyüdür. Qrupun rəhbəridir. Üzr istəyirəm, bu arada biraz qrip məndə başlamaq istədi. Səs tonum arasında dəyişir. Və çox xeyirxah, xeyriyyətçi bir xanımdır. Sağ olsun. Onun sayəsində də bizlər də xeyir işlər görməyə yönəlirik. Bizlər də yəni sədəqəyə yönəldir. Sağ olsun. Təşəkkür edirəm buradan Leyla bacıma da. Belə bu əba üçün də təşəkkür edirəm. İndi hicabı da göstərim sizə. Demək, bu mavi əbanın hicabı qalıb anamgildə. Amma bu, baxın, belə mavi də deyil. Bu belə petrol mavisi deyim, nə deyim bilmirəm. Belə çox qəşəng rəngdir bu da. Mənə yaraşır. Leyla bacım dedi ki, sənə çox yaraşır. Belə. Bunu da sevərək inşallah ki, taxacam, istifadə edəcəm. Təşəkkür edirəm bir daha bacıma. Belə qızlar, belə bayramlaşırıq, hədiyyələşirik, gözəl işlər görürük qrupumuzda. İnşallah ki, növbəti tədbirə gedəndə çəkəcəm ətraflı sizlərlə də danışaram. Qrupumuzun gördüyü işlər haqqında azdan çoxdan danışaram Allahın izni ilə. Belə. Və vlogu burada bitirmək istəyirəm bu arada. İnşallah ki, bəyəndiniz. Bəyəndinizsə, arxa fona fikir verməyin, dağıtdım, buralarını yığışdıracağım. Bəyəndiniz, bəyən butonuna basmağı, bol-bol yorum yazmağı və abunə olmağı unutmayın. Kanalım qarşınıza yeni çıxıbsa, lütfən abunə olun və mənə dəstək olun. Bu arada onu da deyim ki, buradakı shorts bölməmdəki paylaşımlarım nəticəsində bir çox geri dönüşlər mənə gəlir xanımlardan. Bunu deməsəm olmur. Allah hər birinin ibadətini qəbul etsin. Mənə çoxlu sayda xanımlar yazır ki, namaza gəldik. Və bəzi paylaşımlarım var ki, onlardan türklənmiş, etkilənib namaza gəliblər, hicaba keçiblər. Bunun üçün çox sevinirəm. Artıq bilmirəm, yəni 10 sayından keçib artıq. Əvvəl sayırdım neçə nəfər keçib hicaba, neçə nəfər namaza gəlib. Bunu artıq saya bilmirəm, çünki çox gəlir son zamanlar mənə belə mesajlar və mən çox xoşbəxt oluram bu mesajları alanda. Allah hər kəsin ibadətini qəbul etsin. Rəbbimdən arzulayıram ki, imanınız möhkəm olsun, kamil olsun inşallah və daim olsun. Həm namazınız, həm hicabınız inşallah ki, Allahın izni ilə. Mənim də bundan sonraki missiyam əslində budur. Çox istəyirəm ki, qəlblərə toxunan vloqlar əslində çəkim. Hansısa bir sözümdən, hansısa bir necə deyim, bu həyat şəraitimi yəni çəkib mənə bir qohum da hətta mənə bu yaxınlarda dedi ki, əvvəlki vloqlarından indiki vloqlarında çox fərq var. İndiki vloqlarında bir
məqsəd var. Yəni bu hiss olunur ki, insanları yəni imana çağırırsan da, belə deyim. Xüsusən də shorts videolarımda əlbəttə ki, indi belə uzun vloqlar günlük vloqlardır. Bunları da əslində çəkməliyəm ki, kanal ayaq üstə qalsın. Həmişə dini mövzularda nəsə çəkəndə çox da izlənilmir. Ona görə ara sıra belə geyim, yemək, gəzmək, bu şeylərdə məcburam paylaşmağa. Əslində könlüm istəyər ki, ancaq oturum sizlərlə dini mövzular haqqında danışım. Amma bu belə olmur. Yəni birdən kimsə bunu mənə irad kimi, yəni düşünər və yaxud bildirər. Demək istəyirəm ki, bəzən gözəl libaslar da göstərməliyəm, bəzən gözəl yemək də göstərməliyəm, bəzən sadə həyatımı da göstərməliyəm ki, bunları da yəni göstərməliyəm ki, kanal yəni maraqda qalsın. Çünki hər kəsə maraqlı olmur, yəni belə eyni tonda sadəcə dini mövzular eləmək. Bu hər kəsə maraqlı olmur əlbəttə ki, çox təəssüf olsun, bunu təəssüf hissi duyaraq deyirəm. Belə, yəni heç kəs bunu mənə irad olaraq bildirməsin. Çox xahiş edirəm ki, hicablı xanımsınız, yəni ki, dini mövzulardan ancaq paylaşın. Bu belə olmur. Yalnız dini mövzuları paylaşmaqla da insanlar sıxıla bilirlər. Ona görə mən real həyatla birlikdə bunu belində sintez eləməyə çalışıram ki, xanımlarımızda maraq olsun və xanımlarımız dindən qorxmasınlar. Necə ki, bir çoxunu qorxudurlar adi namaza belə yəni gəlməyə. Xanımlar baxıram ki, çəkinir bəzi xanımlar. Nədən qorxurlar bilmirəm, hələ də düzü başa düşmürəm. Amma ən azından yəni gördüyüm qədərilə xırda videolarımdan belə əgər kimisə təsirlənirsə və namaza gəlirsə, hicaba gəlirsə, bu mənim üçün çox böyük bir xoşbəxtlikdir. Nə xoş halıma. Buna əsla təkəbbürlü kimi demirəm. Özümə savab qazanmaq istəyirəm. O mənada deyirəm sadəcə. Allah inşallah ki, savabı yazar. Rəbbim olduğumuzdan artıq bizi mömin olduğumuzdan artıq iman sahibi kimi inşallah ki göstərməyimizə icazə verməsin. Bunu arzulayıram Rəbbimdən. Belə qızlar, ümid edirəm bir daha deyirəm bu videomu da bəyəndiniz. Bəyəndinizsə mənə dəstək olun ki, çox xanımın qarşısına çıxım. İnşallah ki, qəlblərə toxunaq bir yerdə. Sağ olun, salamat qalın.